Mənim Səidə adında problemim yoxdur. Bu məsələdə heç müraciət eləmək istəməzdim. Mövqeyimi ortaya qoymuşam ki, mövqeyim qəbul olunsun, başa düşülsün. Sadəcə hakim salır bunun ətrafında bəzi adamlar da başa düşmürlər məsələnin mahiyyətini. Ona görə də məsələ aydınlıq gətirmək istəyirəm ki, birincisi, mən orada yazmışam G3.cıq. Yəni bu sözü mən müxtəlif formada təqdim edə bilərəm. Məsəl üçün, mən hesab edirəm, mənə də bəzən görürsən, deyirlər ki, Azərbaycan qadınını və ya qadını təhqir eləmişsiniz. Mən onu nə qadın hesab eləmirəm, nə də Azərbaycan qadını xüsusilə də hesab eləmirəm. Çünki hərəkətlərinlə, sözü ilə qadınlıqdan kənara çıxmış bir məxluqdur. Və burada da ona görə də mən qadıncıq ifadəsini işlətməyi özümə məqbul variantlardan bir təqdim edirəm. Orada yazılan ifadəni, yəni G3.çıx axırında, cıq, qadıncıq. Yəni bu ifadəni işlətmək istəyirəm. Amma onun özü başqa mənada bunu başa düşdü, təqdim elədi. Və yaxud izləyicilərin demək olar ki, böyük əksəriyyəti başqa formada onu qəbul edilər. Onu da göstərir ki, o özü də başa düşür ki, özün mahiyyəti nədən ibarətdir. Və insanlarımız da, bizi istəyənlər də, istəməyənlər də onun mahiyyətini başa düşürlər. Və mənim o qısa variantda yazdığım sözü, yarımçıq yazdığım sözü mahiyyətə uyğun oxuyublar, özləri bilərlər. Yəni bu qadıncıqla bağlı yenə demək istəyirəm ki, mənim əsas mahiyyətim onların ki, məsələ mahiyyət ondan ibarət ki, bu adam Azərbaycan qadınlarına hərəkət edir. Onun o danışıq tərzi, nə bilim, nəyə oxşuyur, nəyə bənzəyir, mən başa vuran bu adam özü buna baxır özünə, o çıxışlarından yoxsa yox. O ruhi xəstəliklərin müəyyən əlamətləri görsənir onda, anormal bir xüsusiyyətlərdir. Bunun bir tərəfi. İkinci tərəfi isə mən konkret olaraq hesab edirəm ki, məcburi köçkünləri təhqir edir bu adam. Onun altına qaçmağa çalışır, amma aydın şəkildə təhqir edilir. Yəni bunu məcburi köçkünlər onu görürlər. Və siz deyirsiniz ki, bu qadındır. Yaxşı, bəs bu məcburi köçkünlərin içərisində yüz minlərlə qadınları, məcburi köçkün qadınları təhqir eləmək hara sığır? Mümkündür bu, şəhid analarını təhqir edir bu adam. Məcburi köçkünlər amma çıxın gedin də başa düşürsən ki, bu dövlət siyasəti və dövlət mərhələlərlə köçür. Başa düşürsən, deməli, başa düşə-düşə o insanları təhqir etmək sənin məqsədindir, qaçdırma yaradırsan. Ona görə də bir tərəfdən sən təhqir etdiyinə görə cavab verməlisən, hüquq mühafizə orqanları qarşısında, xüsusi xidmət orqanları qarşısında. Digər tərəfdən sən əgər qaçdırma yaradırsan Azərbaycan cəmiyyətində, deməli, Azərbaycan dövlətçiliyinə xələl gətirirsən. Ona görə cavab verməlisən, ermənilərə xidmət göstərməkdir bu mahiyyət etibarı ilə. Yəni, məlum bir məsələ var, deyir ki, aslanla bağlı, aslanın erkəyi dişisi olmaz. Mən insanlara çatdırmaq istəyirəm ki, onu biraz başqa formada mən demək istəyirəm ki, diqqətlə qulaq asın ki, donuzun erkəyi dişisi olmaz, görəşənin erkəyi dişisi olmaz, ilanın erkəyi dişisi olmaz. Deyil, İran ağına da lənət, qarasına da. O məsələ həm erkəyinə lənət, həm dişinə lənət. Ona görə də mən hesab edirəm ki, insanların bax bu formadan düzgün yanaşmağa hər kəs bacarmalıdır.